ruhların salavatına yad eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Ve la'netullah ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin. Nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bizi bu gecənin feyzindən binəsib eləməsin inşallah. Allah'a anverri Muhammed Ali Muhammed xatirinə ağamızın şəhadət gecəsində bizi o ağanı sevənlərdən qərar versin inşallah. Əməllərimizi o ağaya layiq əməllərdən qərar versin inşallah. Muhammed Ali Muhammed xatirinə bizi bu məclisdən, bu məsciddən, bu məhvildən əli boş yola salmasın inşallah. Allah'ın verir Allahlığına, xanım Zəhranın onun yanında olan qurbi mənzələsinə, bu bəndələr ki, ibadət eləyib, itaət eləyib, oruç tutublar, bu çətin günlüklər gəliblər, bu müqəddərat gecəsində, bu əhya gecəsində Allah'ın evinə pənah gətiriblər, Allah'a iltimas eləyiblər, təvəssül eləyiblər, Muhammed Ali Muhammed xatirinə onları bu məclisdən əli boş yola salmasın inşallah. Allah inşallah bizi bu gecənin əməllərinə, namazına, ibadətinə, dualarına, Quran oxumasına müvəffəq eləsin inşallah. Allah Teala bizi bu gecədə ağamız İmam Zaman ağanın elədiyi duaların hamısını bizim barəmizdə də qəbul eləsin inşallah. Bütün söhbətimizin içərisində mən söhbəti kəsəndə, bəzi əlavə şeylərə işarə eləyəndə biraz özümdə də qabaqçı deyirəm, qocalmışam, qarışdırıram söhbəti. Molla Nəsrəddin arxdan atlanırdı, atlana bilmədi, düşdü arxın içinə, dedi, ay cavanlıq, baxdı o əmbiyənlə gördü, yetişim yoxdur, dedi, cavanlığımda bir şey olmayıb. Mənim də cavanlığımda bir şey olmayıb, amma indi biraz çox qarışdırıram. Ona görə siz inşallah elə bu başdan bizim bir dənə də xahişimizə əməl eləyin. Biraz mən hiss eləyirəm, biz məcbur sizi çəkmək istəmirik qabağa. Əlbəttə mehraba tərəf çəkmək istəyirdi. Nə qədər bu tərəfə gəlsiniz, hər bir yerinə daha yaxşı olarsınız. Amma görünür ki, yer var. Amma birazdan, 5-10 dəqiqədən sonra yer çətinliyi olacaq. Qardaşlarım da orada sözlərinə qulaq asmırlar. Onunla bəlkə də siz də çox bilmişdir, eləyirsiniz. İstəyirsiniz salavat zikri olun, ondan sonra gələsiniz qabağa. İnşallah ev yox, biz paxıl deyirik. İnşallah qabağa gələnlərin ənvatına 3 dənə salavat zikri eləyin. Allahümme salli ala Muhammed Ali Muhammed. İnsan fitrətən ilə artıq tamahdır. Görürsünüz, üst salavata gələn oldu. Allah inşallah sizi həmişə sözə baxanlardan qərar versin. İnşallah sizi muti əmri Mevla qərar versin inşallah. Allah Teala o gün olsun ki, ağamız İmam Zamanı zuhur eləsin və gəlsin, əmr eləsin. Biz də onun əmrindən inşallah təbəiyyət və itaət eləyək. Bizim dünənki bəhsimiz insanlıq və insanın məsuliyyət qəbul eləməsi barəsində idi. Bir miqdar danışdıq, saatımız orada yatmışdı. Mən dəqiq bilmədim, çox danışdım, az danışdım. Amma bir saatı düzəltdirdim ki, daha doğrusu ki, bilim nə qədər danışa bildik ki və siz nə qədər əziyyət çəkdiniz o cəhətdən. İnşallah bir yarım saat, 40 dəqiqə ola bilər az, mən sizin xidmətinizdə olum və bu məqsədimi ki, nəzərdə tutmuşam, onu təhvil verim sizə. Ardıca yenə fasiləmiz olacaq, onun ardıca yenə Quran oxuyacaq hacı qardaşımız və doğrudan da bu məscidin proqramının
demək olar ki, ən işıqlı, ən ziyalı hissəsidir o Quran oxumaq, o Qurana qulaq asmaq. İnşallah qismət olsa gələcək günlərdə elərik ki, orucluqdan sonra deyilə ayda bir dəfə, 2 ayda bir dəfə də olmalı olsa, siz möminləri dəvət eləyək, bir şirini ilə yadına gələsiniz. 3-4 dənə də şirini biz verəcəyik. 3-4 dənə də qari dəvət eləyək inşallah Hacı Ruslan kimi qardaşlardan, onun tələbələrindən gəlsinlər burada inşallah 1-2 saat Quran gecəsi keçirdək. O özü bizim məclisimizin ən parlaq hissələrindəndir. Mən hiss eləyirəm, görürəm valla. Bəzi dualar ki, biz istəsək burada oxumaq olar, Coşan Kəbirdə oxumaq olar, Kümeyldə oxumaq olar, Ziyarət-i Aşurada oxumaq olar. Hamısında oxuyuruq. Amma mən görürəm ki, burada Quran oxuyanda siz o Quran oxumağı yaşayırsınız. Amma Kümeyl, o biri dualarda hələ elə bil ki, nəsə eşitmədiniz, hələ mən özümdən gedirəm söhbət. Birinci dəfə mənə rast gələn duadır. Amma o Qurana görürəm ki, hamının şövqü var, hamı istəyir. Çünki o Quranın bərəkətindəndir. Xüsusən bərəkətli adamlar oxuyanda biraz da bərəkətləşir. Ona görə də biz hər əhyamızın o bəzi dualarının yerinə elə neynəmişik, Allahın kəlamını ayırmışıq ki, bir yarım saat o vaxt keçirtməkdən ötəri deyir. Siz elə bilərsiniz ki, biz yarım saat o boşluğu keçirtməkdən ötəri ki, bir yarım saatda vaxtımız artsın, o başlanlığa yaxınlaşaq, Quran oxuyuruq ona görə, yox. Elə o yarım saata 6 günün namazın cəmaatla qılarıq. Elə deyir, biraz da artıq vaxt aparar. Amma adam istəmir. 6 gün qəzun var, zəhmət çək get, evdə qılarsan. Amma burada o şeydən ki, evdə istifadə eləyə bilməyətsən, başqa yerdə istifadə eləyə bilməyətsən, məsələn, evdə Hacı Ruslan yoxdur ki, o oxuya qulaqsa, uzaqbaşı kasetidir, onda ki, fikir eləyirəm yoxudur. Bütün nə qədər oxuyanlar var, hamısının kaseti var, bir dənə Hacı Ruslandan başqa. Bir dənə mömin çıxıb demir, gəl bir dənə sənə diskini eləyim, çap eləyim, Allah rızası paylayım. Məsələn, şəxsən mənim maşınımda öz diskimdə var, amma Hacı Ruslanın diski yoxdur. O bizim acizliyimizdəndir. Deyəsən, Hacı Ruslanın rozasını da oxuyacaq o bir günləri. O bizim acizliyimizdəndir. Məqsədim odur ki, o Qur'anla yaşamaq, o yarım saatı mən o ibadətlərin buradakı elədiyimiz, bizim buradakı proqramlarımızın hamısından üstün bilirəm. Ona görə də istəyirik ki, bir yarım saat, hətta siz səbr eləsəz, biraz da artıq nə olsun, Quran oxunsun, ta biz o Qurana qulaq asaq və İnşallah ondan feyz aparaq. Allah bizi feyz aparanlardan qərar versin. Allah inşallah bizi Qur'anı tanıyanlardan qərar versin inşallah. Allah Teala bizi Qur'anı tərk eləyənlərdən qərar verməsin inşallah. Allah Teala bizi o şəxslərdən qərar verməsin ki, qiyamətin günündə Qur'an onlardan şikayət eləyəcək. Bilirsiniz, üst dəstə cəmaatdan qiyamətin günündə şikayət eləyəcək ki, heç birinə nicat yoxdur, heç birinə nicat yoxdur. Çünki onun heç kim söz verməyib ki, bir adamdan Qur'an şikayət eləsə, mən gəlib ona şəfaət eləyəcəm. Bütün Həzrət Peyğəmbər deyir ki, mən ümmətim üçün keçən dəfə dedim, saxlamışam, zapasımı, bonusumu saxlamışam, günahı kəbiri eləyənləri bağışlamaqdan ötəri. Hətta bir yerdə gəlir, Qur'anın ayəsi də var, hədis də varımızdır, yübəddilillahu səyyiatihim həsənatin. Ya məsələn, hədis deyir, yübəddilillahu səyyiatı şiətina həsənatin. Allah Teala onların pisliklərini də yaxşılıqlara çevirər. Hədis deyir, Allah Teala bizim şiələrimiz bir dərəcəyə, bir məqama gəlib çatandan sonra onların pisliklərini də neynir? Yaxşılıqlara çevirir. Allah rəhmət eləsin Füzulini deyir, dostu gəl isyan edə olur qufran pəzir. Şiəlinin dostu günah deyiləsə qufran pəzirdir. Yəni, bağışlanmaqlıq ümidi var, bağışlanmaqlığa qabiliyyəti var. Düşməni gəl taət etsə daxili niran olur. Əli əleyhissalamın düşməni 1000 rəkət namaz qıla, Allah deyir ki, o nə olacaq? Cəhənnəmə daxil olacaq. Çünki Həzrət Peyğəmbər dedi ki, 3000 il bu rükünün altında namaz qıla, ya Əli bir nəfər səni tanımaya, onun namazına heç nə verməzlər. Yeri gəlmişəm bunu dedim ki, Əli əleyhissalamın şəhadət gecəsidir ki, indi danışarıq. Amma məqsədim budur ki, bütün günah eləyənlərin hamısına şəfaət vədəsini veriblər. Bilmirəm, yoxdur, ya mənə rast gəlməyib ki, bir adamdan qiyamətin günündə Qur'an şikayət eləyə
deyər ki, Allah, ya Peyğəmbər, Allah, bu insanlar məni məhcur elədilər, məni tərk elədilər. Bir dəstə ki, məscid onlardan şikayət edəcək, Allah bu insanlar, bu qonşu qonum, bu möminlər bizi neynədilər? Boş qoydular. Getdilər, yemək içməklərin orada burada keçirdilər. Qayıtmıram o mövzuya, elə belə üstü işarə edirəm. Allah getdilər, nə bilim, harda namaz qıldılar. Belə nə bilim, küncdə, bucaqda, nə bilim, nədə. Amma gəlib məndə namaz qılmadılar. Bir də alimlər şikayət eləyəcək qiyamətin günündə. Bu üç dəstənin ki, şikayət eləyəcəklər insanlardan, mənə rast gəlməyib kimsə çıxsın desin ki, mən bu dəstəyə, bu üç dəstəyə şəfaət eləyəcəm. Məsələn, İdris Peyğəmbər gəlsin desin ki, mən məscid şikayət eləyən adamlara şəfaət eləyəcəm. Mən Qur'an şikayət eləyən adamlara şəfaət eləyəcəm. Mən alim şikayət eləyən adamlara şəfaət eləyəcəm. Qiyamətdə ən böyük şəfaət edici alimdir. Üləma ümməti, bu mollalara ki, biz bu cürə baxırıq, birinə bozbaş yiyen deyirik, birinə əyri deyirik, birinə çəp deyirik, birinə nə bilim nə deyirik, birinə lənət deyirik, hərəsinə bir dənə ad qoymuşuq. Həzrət Peyğəmbər buyurur ki, üləma ümməti əfsəlu min ənbiyayı Bəni İsrail. Mənim ümmətimin alimləri Bəni İsrailin peyğəmbərlərindən artıqdır, peyğəmbərlərindən deyir artıqdır. O 70 min peyğəmbər öldürdülər, gün çıxandan gün batana qədər, qanları töküldü o Beytəl Müqəddəsdə. Həmin peyğəmbərdən, bəli, İmam Hüseyin əleyhissalam deyir, Fəcrdən, o azanın vaxtından gün çıxana qədər Bəni İsrail 70 min peyğəmbər öldürdü. Bir rivayətdə də var, gün çıxandan gün batana, yəni 12-13 saat ərzində 70 min peyğəmbər öldürdü. Həzrət Peyğəmbər deyir, mənim ümmətimin alimləri Bəni İsrail peyğəmbərlərindən əfsəldir. İndi təsəvvür edin, peyğəmbər gəlir Allaha qiyamətdə bir nəfərdən şikayət eləyir, kimsə də gəlir ona şəfaət eləməyə. Əgər şəfaət eləməli olsaydı, o özü eləyərdi. Elə deyir, qardaş, sən şəfaət eləməliydin ona. Bu molla şəfaət eləməliydi ona. Hətta bir nəfər gecə namazı qılsa, Allah ona 100 nəfərə şəfaət eləməklik qüdrəti, qabiliyyəti verir. Bax, sizin içərinizdə kim gecə namazı qılanların içərisinə adını yazdırsa, qiyamətdə Allah sizə ixtiyar sahibi verəcək. Deyəcək, bu məhşər var, bu cəmaat var. Bu cəmaatın içərisində əlbəttə o maddiyə düşənlər də şəfaət maddəsinə, o deməkdir, şəfaət maddəsinə hamı düşdü, hamı da şəfaət olunub beşdə gedəcək. Ola bilər biri o maddiyə düşsün, amma ona şəfaət eləyən olmasın. O da var, gərək kimlənsə burada mənus olasan, ətəyindən yapışırsan, arada bir o molluya Yasin oxuyasan, Seydin qəbrinə ziyarətə gedəsən, arada bir Həzrəti Musadan, İsa'dan bir ikisini yad eləyəsən, arada bir Həzrəti Əlinin adını çəkəsən, o tanış olasəndən gəlib orada neyniyə? O da sənə şəfaət eləyə. Bizim mütəbər kitablarımızdan Müstədrəkdə Siqətül-Üslam Nuri yazır ki, danışmışam bunu sizə keçən əhyalarda. Bizim deyir bir məscid dostumuz var idi. İndiki kimi deyir, görürsən bizim məsciddə arxamızda duran birinci adam aylarla yoxa çıxır, bizim xəbərimiz yoxdur. Heç soruşmuşuq, ölüb, qalıb, filan, bəsməkən. Çox da soruşmuruq. Deyirik, birdən bankrotiya dolar, pulu qutarar, dədəvay bilərik. Sonra məcbur olarıq, aparıq ona neynəyək? Gərək bir bazarlıq eləyək. İnşallah elə yaxşı olar, gedib Rusiyyətə sezonu yaxşı pulla gələcək, xumsunu da gətirib mənə verəcək elə. Belə kitabdan kitaba salıb keçirik. Amma qədimdə elə deyirdi. Xəbər tutardılar. Balam bu bir gün gəlmədi, 2 gün gəlmədi, 3 gün gəlmədi, necə oldu? 3 gün bu pişnamaz dedi ki, görəyən bu kişi necə oldu, hara getdi? Dedilər, ağa xəstədir. Getdilər, gördülər bunu, bir dənə ağ kəfənə büküblər, uzadıblar yerin üstünə, taxtın üstünə, döşəyin üstünə, heç kimdə əlin yaxına gətirib ona vura bilmir. Nə olub buna? Dedi, yanıb bu. Baxdıq yarasına, gördük, bu dünya odunun yanmağı deyil. Çünki dünyada adam təndirə düşər, yanar, qaz partlayar, yanar,
taxtadan yanar, nə bilim, maşının içində alışar yanar. Amma bu yanıq dünya, xüsusən də o alim ki, müqəddəs ki, o arif ki, oturmuşdu orada gördü bu dünya yanıqlarından deyir. Dedi, bunu ahirət yanıqlarına, alovlarına oxşayan bir alov yandırıb. Nə məsələdir? Cəhənnəmə getmişdin, işin gücün qutarmışdı, bekar qalmışdın, hara getmişdin sən bu iş gördün? Dedi, ağa, mən yuxuda gördüm, Siratın körpüsündən keçirəm. Həmin o Siratın körpüsü deyirlər, tükdənlə azı idi, ha. Sıratın körpüsündən. O ki, Əli əleyhissalam deyir, ha, bizim şiələrimiz onları ildırım çaxıyanda necə işıq verər? Bilinər ki, ildırım şimşək çaxıdır. Bizim şiələrimiz oranı elə keçər. Bax, bu kişi var idi, ha, Həzrəti Əlinin şiələrindən idi. Yuxusunda gördü, oradan keçirəm, getdi. Ayağı sürüşdü. Yıxıldı. Gərək ayağı dünyada o ki deyir ki, Allah bizi bu dində, bu məzhəbdə, bu əqidədə sabit qədəm elə. Gərək insanın ayağı sürüşkən olmasın burada. Ayaq ki, ümumiyyətlə insan ki bir şeyə vərdiş verdi, o dünyada da başında qalacaq. Can verəndə də başında qalacaq. Bərzəxdə də başında qalacaq. Qiyamətdə də başında qalacaq. Ayaq ki məzhəbdən sürüşməyə öyrəndi, ayaq ki dindən sürüşməyə öyrəndi, ayaq ki əqidədən sürüşməyə öyrəndi, qiyamətin körpüsündə də keçəndə sürüşkən ayaqda da sürüşəcək. Sürüşdü, getdi. Özdə o əleyhim narun mu'sədəh ki Qur'anda deyir, ha, onların üzərində o yandırıcı, şöləli alov olar, onların üzərində necə? Alov adətən aşağıdan üzü yuxarı yandırar. Bu deyir, onların üzərində alov olar. Bəzi hədisdə deyir ki, cəhənnəmin alovu insanı belə çəkir içəri. Alov necə dünyada belə taya yananda üzü yuxarı belə zəbanə çəkmir, cəhənnəmin alovu əksinə olur. Öz içərisində çəkir. O burulğan adamı udan kimi, ləpə adamı udan kimi. Deyir, mən sürüşdüm, alov başladı məni elə çəkməyə. Necə çəkir, necə çəkir, necə çəkir, gördüm da yandırır, kəlmə-i şəhadət yadıma düşmədi, Əhəmd-i surə yadıma düşmədi, Ayətəl kürsü yadıma düşmədi, Vəcəlna yadıma düşmədi, ondan sonra nə bilim, qorxu duası yadıma düşmədi, heç nə yadıma düşmədi, yeganə yadıma düşdü, yadıma düşən bu oldu ki, dünyada sürüşəndə ya Əli deyərdim, diksinəndə ya Əli deyərdim, yıxılanda ya Əli deyərdim, əlimi yerə söykəyib qalxanda ya Əli deyərdim. Kül bəzi insanların başına bunu şirk bilirlər. Qoyul onu şirk bilsinlər, deməsinlər. Çünki burada öyrəşsələr, orada da Əlini çağırarlar, Əli gəlib çıxardar olar oradan, qoy çıxmasınlar, yandırsın cəhənnəm onları. Çünki Allah Qur'anda deyir ki, vəttəqu narən vəquduhən nasu vəl-hicarə. Oddan, o alovdan qorxun ki, onun alovu, onun o atəşgahı, yanan yeri, maddəsi daşlar və insanlar özləridir. Bu insanlar getdikcə cəhənnəmin alovu çoxalacaq. Bir də görəcəksən cəhənnəmdə hərarət 1000 dərəcədə qalxdı. Nə oldu? Əbu Ləhəbi atdılar ora. 1000 dərəcə qalxdı. Nə oldu? Maviyəni atdılar ora. Məsələn, 10 milyon dərəcə artdı. Nə oldu? Səddamı atdılar ora. Nə bilim, nə idi o? Hüsnü Mübarəki atdılar ora. Gör nə məlundu, Maviyədən də pis imiş, ha? 10.000 dərəcədə qalxdı. Odur ki, Allah deyir, vəquduhən nasu vəl-hicarə. Cəhənnəmin alovu odur, onun materialı odunu, daşlar və insanlar özüdür. Ora atırlar, yandırırlar onları. Deyir, məni çəkirdi üz yaşağa. Birdən yadıma düşdü ki, mən dünyada ayağım sürüşəndə, çətinliyə düşəndə kimi çağırardım. Birdən düşdü yadıma, ya Əli. Elə bir ya Əli deməklə gördüm Həzrəti Əli, əlin uzatdı körpünün üstündən, məni götürdü, qoydu bu yana və mən yuxudan ayıldım, gördüm bu vəziyyətdə, bu yanıqlıq deyəm, bu formadayam. Bunun elmi sübutu da var, ha? Eşitmişsiniz, oxumuşsiniz, görmüşsünüz də. Hətta insanı psixoloji hazırlayıb, soyuq ütünü basıblar belinə, tökürəyin yandırıb, halbuki buz kimi ütü olub, ha? Bu cürə. Bunun elm də bunu qəbul edir.
Bir elm qəbul eləməsə də cəhənnəm eləsin. Biz elmlə ayaqlaşırıq, elm bizlə hesablaşır hər yerdə. Biz bəzən savadımızın azlığından, mollalığımızın kiçiliyindən, dinimizi tanımadığımıza görə, ona görə Şeyx Səduqun cavabında İmam Zaman yazır ki, birinci dininizi tanıyın, sonra aqibətdə xeyr olmağınızı istiyorsun. Keçən dəfə onu ərz elədim də, əvvəl dininizi tanıyın. Biz dinimizi tanımadığımıza görə, dinimizi bilmədiyimizə görə, dinimizi öyrənmədiyimizə görə, biz gəlirik, məcbur oluq dinimizin həqiqətinə, haqqaniyyətinə elmdən dəlil gətiririk. Amma elm qəbul eləməsin, heç eləməsin. Sərçə qonmuşdu ağaca, böyük bir ağaca. Uçub getmək istəyirdi. Ağaca dedi ki, özü möhkəm saxla, mən çıxıb getmək istəyirəm. Ağac dedi, sən gələndə mən hiss eləməmişdim, qonanda mən hiss eləməmişdim. Onda qalmışdı, sən uçub gedəndə mən səni hiss eləyəm. Din heç bu elmin gəlişin, gedişin kefinə qoymayıb. Onda əlbəttə gətirib, öyrənib, əleyhinə olmayıb, cəmaata yol göstərib. Əli əleyhissalam deyir, mən əlləməni hərfən fəqət səyyərən həbda. O Leylin sözü Lədətullahın Peyğəmbərin sözü idi. Baxın görün, hansı alim, hansı professor, hansı müəllim deyib tələbəsinin qabağında ki, kim mənə bir hərf öyrətsə, mən onu ömrüm boyu neynərəm? Qul olaram. Görün, hansı alim, hansı müəllim, hansı böyük, hansı sərkərdə, hansı arif, hansı filosof deyir ki, bilmədiyimi ayağımın altına qoysun, başım göyə dəyər. Baxın, Həzrəti Əlinin məqamına, müəllim budur. İnsan budur, kamillik budur. Amma hərə elə Mendeleyevdən 2 dənə cədvəldən element öyrənən kimi başlayır nə eləməlicə? Bir dənə şey alır, taxır yaxasına. Bu şey də hardan gəlib, kimin şeyidir, nə tərdir, hardandır, heç məlum deyir o da. Masonunkidir, Yahudininkidir, nə bilim kiminkidir. Axırkidən belə də onunki, bununki, müsəlmanınki, İslamınki deyir, Allahınki deyir. Amma o boyda şəxsiyyət deyir ki, ayağımın altına yıxsam bilmədiklərimi başım ərşə çatar. Başım göyə dəyər. Bax, elmə İslam bu qədər qiymət verib. Amma heç İslamdan da asıllığı da yoxdur. İslamın elmdən asıllığı yoxdur. Əslində elm İslamdan gəlib istifadə edib. Dünyanın bütün mədəniyyətləri, bütün mərifətləri, bütün məktəbləri, bütün kitabları, bütün ocaqları, bütün rəhbərləri nə vaxt istəyiblərsə özlərin cəmaata sevdirələr, özlərin tarixə yazdıralar, dindən bir şey, rəngin dəyişib taxıblar yaxalarına. Rəngin dəyişib taxıblar yaxalarına. Niyə görə dünyaya rəhbər seçilənlər demirlər ki, mən gəlib zülm eləyəcəm. Hamısı deyir ki, gəlib ədalətlə rəftar eləyəcəm. Gəlib bərabərçiliyi bərpa eləyəcəm. Gələcəm yol çəkəcəm. Gələcəm işıq çəkəcəm. Gələcəm su çəkəcəm. Gələcəm qat çəkəcəm. Gələcəm nə bilim evlərinizi nə eləyəcəm. Gələcəm evlərinizi sökəcəm. Gələcəm pullarınızı kəsəcəm. Niyə? Hamı ədalətlə bu şüarla gəlir. Hardadır bu şüarın kökü? Hardan gəlib bu şüarın kökü? Həzrəti Peyğəmbərə deyəndə ki, siz ədalətsizlik eləyirsiniz, ya Peyğəmbər demədimi, vay olsun sizə, ədalət sözünü mən sizə öyrətmişdim. Heç mən gələnə qədər, mən deyənə qədər, mən danışana qədər, heç siz bilirdiniz ədalət nədir? Heç bilirdiniz bu yeməlidir, yoxsa içməlidir? Bunun hamısının ülqusun, nümunəsin dindən götürüb yaxalarına yapışdırıblar, ondan sonra özlərin yaxşı kimi qələmə veriblər. Çox biz olublar, çox siyasətçil və hiləgər olublar. Hər halda, hər yerdə dini onlar möhtacdır. Dinin onlara ehtiyacı yoxdur. Əli əleyhissalamdan soruşdular, o əsl məsələ Siqətül İslamın kitabında cəhənnəmdə yanmaq qalsın yadda. O, Əli əleyhissalamdan gəldilər, soruşdular, mal artıqdır ya elm? Həzrət dedi, 8 dərəcədə elm maldan artıqdır. Bəsrə əhli ilə Küfə əhli. Bu, ən əsasları da bu idi ki, hər yerdə malın insana ehtiyacı var, amma hər yerdə insanın elmə ehtiyacı var. Malı gərək saxlayasan, elm amba insanın özünü saxlayır. Malı insan qazanır, insan saxlamalıdır, insan qorumalıdır, elm amba insanı qoruyur, insanı saxlayır. Öldün malı bölürlər, elm amba sənlə qəbrə də daxil olur, bərzəxə də gəlir, qiyamətə də gəlir. Bunun hamısını din deyib bizə, din öyrədib bizə, dinimizin məktəbi belə olub.
Odur ki, o yuxuda o cürə yanmağı və o vaqiəni görməyi, o çətinliyi olmayıb, yuxuda qorxulu yuxu görübsünüz, durub görmüsünüz, yorğan döşəyizin hamısı sudur başdan ayağa. Olmayıb, balışsız sudur bütöv, paltarı üzərinizdə sudur. Nədəndir bu? Siz suya düşmüşsünüz yuxuda, o da oda düşmüşdür da. Burada heç xurafi bir dənə şey yoxdur. Onu Allah çox istəmişdi. Dünyadan tam günahsız geçsin, ona görə cəhənnəmdən bir balaca ona göstərmişdi. Amma hələ biz o dərəcəyə çatmamışıq ki, o ləyaqətə çatmamışıq ki, Allah bizim tam günahdan bağışlanmağımızı, necə deyər, birbaşa elə öz əli ilə həyata keçirdə, hələ bizi isladır, hələ bizi sulayır. Gecə isladır, gündüz də asır qurudur. Ki, deyir, bəlkə bu formada. Amma o kişi gör nə dərəcədə ibadətli, itaətli, təqvalı kişi idi ki, Allah cəhənnəmin quşəsindən ona göstərdi. Dedi, yandım, yuxuda bu günə qaldım. Və sənə kim nicat verdi? Dedi, o kişi ki, həmişə onu çağırardım, o nicat verdi. Ya Əli deyərdim, orada adıma ya Əli düşdü. Heç nə yadıma düşmədi. Bir dənə ya Əlidən başqa. O da məni oradan nicat verdi. O kişi neçə illər yaşadı ondan sonra. O yaraları da yaxşı oldu, qutardı. İzi də qaldı bədənində. Amma bəzən olardı o namaz üstə, bəzi hallarda, qeyri-adi məclislərdə o kişini titrəmək tutardı, tərrəmə tutardı, tər bəsardı onu. Hamı heç kimdə soruşmazdı. Bilərdilər ki, o yuxu bunun yadına düşüb. Bilərdilər ki, o yuxu bunun yadına düşüb. Hər təfədə ondan öyüd nəsihət götürərdi. Baxın, ona görə gərək bu adam ki, gecə namazı qılır, Allah ona ixtiyar verib 100 nəfərə şəfaət eləməyə, gərək bəzi adamlar da bildin ki, bu kişi gecə namazı qılır, onunla bir səmimi salam məlik eləcinən, onu dünyada bir özüvə borclu salcinən, ona özündən qabaq bir salam vercinən, o gələndə bir əyağına durcinən, ona bir gecə, gündüz namaz qılanda, yol keçəndə ölənlərinə bir salavat zikr eləcinən ki, qiyamətdə ilişməyə bir kırsokun olsun orada. Ki, sən də o 100 nəfərdən birindən nə inəyəsən? Olasan. Bildiniz necə oldu məsələ? İndi baxın, əgər qərar olsa, bu kişi qiyamətdə nə inəyə? Şəfaət eləyə və bu kişi özü də şikayət eləyə. Həm şafi budur, həm şaki budur. Ona kim onda həmin adama şəfaət eləyəcək? Çatdıra bildim nə demək istədim Seyid? Mən şəfaət eləyənəm qiyamətdə. Kimə? Sizlərə. Sizlərdən də şikayətçiyəm. Mən sizə şəfaət eləyəcəm. Mən şakiyəm. Şikayət şəfaətdən qabaqdır. Yadınızda olsa, məhkəməyə əvvəl nə çıxır? Şikayət çıxır. Düzəlsə, gəlib yoluna düşsə, sonra bağışlanmaq, görüşmək, əfv eləmək, barışmaq, keçmək, nə bilim, nə. Mən ilk əvvəldə şikayətçiyəm, deyəcəm, Allah, bu Qur'an deyəcək ki, Allah, bunlar məni tərk elədilər. Bir orucluqda bir cüz, bir ayə, bir surə oxumadılar məndən. Məscid deyəcək, Allah, bir il ərzində gəlib, bir dəfə gəlmədilər. Getdilər, içkili yerdə oturdular, getdilər, pis-pis yerdə oturdular, getdilər, qanlı, irinli, çirkili yerdə oturdular, getdilər, yetimlərin qanı ilə, insanların qanı ilə, yetimlərin boğazından çıxarılmış tikələrlə, tikilib, bəzərilmiş saraylarda oturdular, amma bir dəfə gəlib məsciddə oturmadılar. Bir dəfə gəlib məscidin qabağından keçəndə, dönüb bir dəfə heç olmasa bir dəfə Salam əleyke ya sahibəl beyt demədilər. Bu məscid burada oturanlara şəfaət eləyəcək. Niyə? Çünki innəmə yəmru məsacidəllaha mən amənə billah vəl yevmil axir. Allah Quranda deyir, onlar ki, məscidləri təmir eləyərlər, onlar o şəxslərdir ki, Allaha iman gətiriblər və qiyamətin gününə iman gətiriblər. O gəlib bura kavralit vurana, ya rəy çəkənə, ya işıq çəkənə, ya emusiya vurana aid deyir. Ona laf axır-axırlarda aiddir. Əsas aiddir babına. Əhya gecəsində doluda ağzına qədər yer də yoxdur. Babına deyirlər məscid təmir eləmək. Gərək həmişə belə olsun. Hər gün belə olsun. İndi belə olmayanda, o ki bizə qiyamətin günündə şəfaət eləyəcək, o qiyamətin günündə bizə şəfaət eləyən, bu biri bu məscid olacaq.
Bu məsciddə eyni halda bizdən şakidir. Bu şəfaətin qabağa çıxardacaq, yoxsa şikayətin qabağa çıxardacaq? Şikayətin qabağa çıxardacaq. Hələ şikayətin qabağa çıxardıb, haqqı bizə başa salıb, bizi düşündürüb, çox adam axı elə deyir, hə, yaxşı sən deyən olsun. Biri ilə mübahisə edirsən, deyir, yaxşı sən deyən olsun. Biri sən nə demək istəyir? Qanmırsan, sən adam olmayacaqsan. Heç sənlə mübahisə eləməyə dəyməz. Tutursan onun yaxasından. Deyirsən, gəl otur. Biri gəldi dedi, ya Əli, sən ki deyirsən, mənəm əvvəl, mənəm axır, mənəm zahir, mənəm batin. O nə deməkdir? Dedi, sən bunu demişsən, dedi, hə. Dedi, bu nə sözdür? Allah deyib, mənəm əvvəl, mənəm axır, mənəm zahir, mənəm batin. Əli dedi, qoy izah edeyim də. Çıxır gedirdi, Həzrət Təşvini vilayəti ilə bağladı qapını, dedi, çəxəliz, otur başa salım da. Otur başa salım da. Demirsən mən deyirəm, inkar eləmirəm ki mən deyirəm. Qəbul eləyirəm, mən deyirəm, amma otur başa salım. İnsanlar o dərəcədə çirkinləşirlər, o dərəcədə türklər demişlər, hayvanlaşırlar ki, hətta öz elədikləri iradın cavabını oturub qulaq asmağa nədir? Hazır deyirlər, eraz eləyib gedirlər, yəni nə? Yəni izah olmasın, yəni açılmasın, yəni deyilməsin. Necə Həzrət Peyğəmbər Hüdeybiyyədə dedi ki, Təbuşda dedi, o müharibədə Əli ilə pıçıldaşanda Ömər dedi ki, siz yenə pıçıldaşırsınız da. Belə çıxdı ki, Həzrəti Əli ilə Həzrəti Peyğəmbər müharibəni buraxmışlar başlı başına. Kim kimi qırır, kim kimi öldürür, öldürsə heç bunlara əhəmiyyəti yox idi. Oturub burada pıçıldaşırdılar. Amma Ömərin ürəyi yanırdı İslam'a, müsəlmanlara. Siz yenə pıçıldaşırsınız. Yenə pıçıldaşırsınız. Yavaşdan da qohumların acığı gəlir. Yenə pıçıldaşırsınız. Peyğəmbər dedi ki, vallahi mən pıçıldaşmıram. Allah pıçıldaşır. Mən vasitəçiyəm. Allah mənə deyib əlinin qulağına bu sözü de. Sən elə keçən ildə dedin ki, başımızı qırxıb ülcüzlə girəcək Kəbənin evinin ziyarətinə. Hanı bə? Quranda da ayə var da, muhəlləqinə rüusihim. Başlarınızı ülcüzlə qırxıb rahat girib neynəyəcəksiniz? Kəbəni ziyarət eləyəcəksiniz. Hüdeybiyyə sülhün qəbul eləyin. Bax, orada o erkək deyək də, erkək. O erkək gördü ki, əgər qərar olsa söz davam eləyə, mən pıçıldaşmıram, Allah pıçıldaşır, Allahın pıçıldaşmağının da içi açılacaq, nə olacaq? Allah əlinin fəziləti qalxacaq, ona görə bir dənə belə atmaca atdı. Sən keçən ildə Hüdeybiyyədə sülhü bağlayanda dedin ki, gələn başımızı qırxıb, neynəyəcək? Daxil olacaq Kəbənin ziyarətinə. Hanı olmadıq ki? Bugünkülərin də hamısı o cürədir. Deyən qoy deyim də. Gedirsən bazara, bu neçəyədir? Deyir 5 manata. Çıxıb gedəndə yapışır qolundan. Hara gedirsən? Ələ salıbsan məni. Deyir, qardaş, qiymət dedin, sərf eləmədi. Mən də çıxıb gedim. Yox, elə deyir. Qiymət dediyim, hə. Xoşun gəlmədi, hə, sən də bir qiymətdir. Deyirlər, qardaş, demirlər. Deyirsən, demirsən. Elham deyir də bunu. Dabah, bu bazar mədəniyyəti bir yerə gəlib çıxıb ki, aşağı yuxarı eləməyib keçsin, adamı tuturlar, saxlayır, qardaşlar, mən də tezdən axşamı qədər nə olar? Müəlliməm gəlib bazarda durmuşam, bu boyda diplomum var da, Allah mənə o diplomu verənə də lənət eləsin, gətirib bazarda saxlayana da lənət eləsin. Mən neynim? Durmuşam burada bu boyda diplomla, amma heç olmasa mənə danışdır da. Elə deyir, almasın da bu corabı müəllimdən, bu şapşapını müəllimdən almasın da, Vietnamkanı müəllimdən almasın da, heç olmasa bu müəllimlə 2 kəlmə söz danış, qoy bir ürəyi boşalsın, ürəyi boşalsın. Elə deyir, bir deyən qoy sözün cavabını verim də. Çıxıb gedirdi, əli qapını bağladı, dedi, deyən qoy izah eləyim də, dedi, əşi nə izah eləyəcəksən? Dedi, əvvəl mənəm ona görə ki, birinci mən iman gətirmişəm. Dedi, əvvəl mənəm ona görə ki, birinci Cəbrailin ustadı mən olmuşam. Dedi, zəhrimi araşdı, qapını bıraxdı, get cəhənnəmə, get o şeyin dalıcan. Çıx get, get erkəyin dalıcan. Da izah deyiləmədi. Amma biri gəldi, dedi ki, yəni sənə niyə torpaq atası deyirlər? Dedi, uşaqlıqda çox torpaqla oynamışam. Biri gəldi, dedi, yəni sənə niyə torpaq atası deyirlər? Dedi, mən yerin oxu ki var ha, fırlanır onun ətrafına ha,
Hələ indi çox adam qəbul eləməyib, yerini oxun. Həzrət Əli onda deyir. Güya deyirlər, elm bizim dinimizi, İslamımızı izah eləyir. Elmlə üst-üstə düşür, cəhənnəmə düşsün. Cəhənnəmə düşsün, heç düşməsin. Bizi aciz eləmişik, gətirmişik. Biz məcbur olmuşuq, zaborumuzu tikəndə məcbur olub özümüzü xərcə salırıq. İndi bəziləri məcbur eləyirlər ki, hökman bundan vurmalısan zabora. Amma elə halda biz özümüz məcbur eləyirik, özümüzü xərcə salırıq ki, zaborumun naxışı qonşunun naxışı ilə nə olsun, düz gəlsin. Ona görə nə xərcim var qoyuram ona. Gələnlə qədər də nə ət yeyirəm, nə toyuq yeyirəm, mərci supu, makaron supu. Sənə bir adam deməmiş ki, qərar deyir ki, qonşunun zaboru ilə sənin zaborun eyni qalsın. Qoyla ayrı olsun. Qərar deyir bizim dinimizi kimsə bəyənsin. Qərar deyir ki, biz güclə kiməsə dinimizi bəyəndirər. La ikrahə fiddin, qəd təbəyyənər rüşd. Dində məcburiyyət yoxdur. Müsəlmana aiddir, kafirlərə aiddir. Gərək özü inkişaf eləsin. Özü inkişaf edib, rüşd edib, dini tanımasa, 2 gündən sonra gedəcək nə olacaq? Gedəcək bir yerdə öləcək ki, adında qoyacaqlar şəhid. Gedəcək bir yerdə öləcəkli, adında qoyacaqlar şəhid. O qəd təbəyyənə rüşd ona aiddir. Gərək özü inkişaf eləsin. Yoxsa bizim dinimizin heç kimlə hesablaşmağa heç fikri yoxdur. Heç istəyi də yoxdur. Kim hesablaşır, hesablaşsın. Hesablaşmır. Bayraq mənim əlimdədir, qardaş. Xəzinə məndədir. Elm məndədir. İman məndədir. İman məndədir. İmam məndədir. Peyğəmbər məndədir. Qur'an məndədir. İmam Zaman məndədir. Zülfüqar məndədir. Hamısı məndədir. Mən niyə hesablaşmalıyam? Dünyada 6 dənə ölkənin veto hüququ var. 6'dır. Döndərin təşəhhüdə. 6 dənə ölkənin veto hüququ var. Görürsən? Deyir, hamı gərək mənlə neyniyə? Hesablaşa. Ölkə də var, deyir, sənin özüvə də vetoa da. Nə hesablaşıram, nə də bir şey. Ged vetonu qoy nənüvə. Qoy vetonu dədüvə. Harada istifadə eləyirsən, elə. Mən hesablaşmıram sənə. Bildicimi eləyirəm, eləyəcəm də. Elədir, elədir. Bəlkə səhv danışıram. Səhv danışıram, qaydım hədisi oxuyum. Keyfimə də, din deyir, mən heç kimi keyfimə qoyuram. Kim gəlsə hidayət eləyəcəm, gəlməsə geçsin, fi xavzihim yəl'abun. Dünənləri oxuduğa Quranda. İnnə hazəl Qur'an yəhdi lillətihiyyə əqvəm. Bu Qur'an o Qur'andır ki, çox qüvvəli, çox möhkəm bir yerə hidayət edir. Elə bir qalanın arasına aparırsan, elə bir sandığa aparırsan səni ki, heç kim ora gəlib, oradan səni çıxarda bilməyəcək. Əgər səni doğrayalar, İrbən İbn Sikkitin boğazın kəstilər, dilin kəstilər, boynunun dalını deşdilər, oradan dilin kəstilər, çıxartdılar, dedi, əşhədə ənnə əliyyən vəliyullah, əşhədə ənnə əliyyən vəliyullah, əşhədə ənnə əliyyən vəliyullah. Allah bəni Ümeyyə dedi, lənət eləsin, bəni Abbasiyə lənət eləsin. Bax görürsən, lillətihiyyə əqvəm odur. İnnə hazəddin, innə hazəl Qur'an yəhdi lillətihiyyə əqvəm budur. Gətirir elə bir möhkəm hirzin, sandığın qalanın içərisinə salır ki, belə-belə də doğrayırlar, əslən neynəmir? Dediyindən dönmür. Kumeyl ibn Ziyadın başını kəsdilər 75 yaşında, əli ilə məhəbbətün inkar eləcəkən, dedi kül o boğaza, kül o başa ki, o başın hesabına mənim qəlbim durum nə olacaq? Əli ilə düşmən olacaq. Bu baş deyir bəyəm. Onsuz kəsiləcək də, kəs qoy çıxsın, geçsin. Amma Əli məhəbbətində kəsilsin. Əli yolunda kəsilsin. Əli xatirinə kəsilsin. Bax, dinimiz bu cürədir. Dinimiz bu cürədir. Əqidəmiz bu cürədir. Əqidəmiz bu cürə olsa dinimiz kimi. Bu orucluq ayında o İmam Zaman dediyi kimi həqiqətən dinimizi öyrənmək babıdır. Sən müsəlman, mömin, şiə dini öyrən. Sonra da aqibət və xeyr olmağı istəcinən. Ondan sonra sən tanıyatsan yıxılanda kimi çağırmaq lazımdır. Ondan sonra sən biləcəksən ki, qardaş, bir salavat zikr elə. Allahümmə salli alə Muhammed və ali Muhammed. Sən biləcəksən, başa düşəcəksən ki, Allah mən məscidin şəfaətinə arxayınam.
Məscid də məndən şikayət eləyəcək. Mən mollanın, alimin şəfaətinə arxayınam. Alim məndən şikayət eləyəcək. Mən arxayınam ki, Qur'an mənə şəfaət eləyəcək. Allah Qur'an məndən şikayət eləyəcək. Mən arxayınam, Peyğəmbər, Əhl-i Beyti mənə şəfaət eləyəcək. Amma Allah mən o gün deyəm, onlar məndən nə eləyəcək? Şikayət eləyəcək. Məndən şikayət eləyən mənə necə şəfaət eləyər? Məndən şikayət eləyən mənə necə şəfaət eləyər? Ən azı şəfaət eləsə də o stolda səni axara qədər saxlatdıracaq. Niyə? Çünki eləyib getdin ha. Şeyx Səduq dedi ha, mən reydə bastırın. Niyə? Çünki dünyada nə qədər biz demişik, Əli haqlı deyiblər, əşhəyə siz deyəndir. Ona görə deyir, məni aparın, reydə bastırın, qiyamətin günündə gəlim, yapışım o Əlinin haqqını qəsb eləyənlərin yaxasından, deyim, indi nə qədər nıqqıldayırsınız, nıqqıldayın. Haqq budur, budur, budur bu. Haqq bunlarındır. Siz nıqqıldadınız, gəzdiniz dünyada bədbəxtlər. Adam onu başa düşər. Adam onu dərk eləyər. Düşünə ki, budur. Valla mən oruç tutmuşam, mən namaz qılmışam, mən iftar eləmişəm, mən o başlığını eləmişəm, mən Qur'anı başıma qoyub bir şey ya Allah demişəm. Mən heç bilmirəm kimin əleyhinə getmişəm, kimlə düşmənçilik eləmişəm, kimlə dostluq eləmişəm. Bilirsiniz Əli əleyhissalam nə deyir? Əli əleyhissalam buyurur ki, Zəhhəzu rəhəməkumullah. Yükünüzü yüklüyün, veşmisokuzu doldurun, bağlın. Allah sizə rəhm eləsin. Özdə dua deyilir ha. Yəni o qədər çətindir. Hələ duasını deyilir. Zəhhəzu rəhəməkumullah. Yükünüzü möhkəm eləyin. Ay Allah sizə rəhm eləsin. Niyə? Vəttəqu urzətə ələd dünya. Vəngəlibu bisəlahi ma indəkum minəzzad. Qorxun dünyada əl üzdə olanlardan. Qorxun dünyada əl üzdə olanlardan. Çünki dünyadan əl üzdən nə var? Hamısı qorxuludur. Dünyadan əl üzdən nə var? Hamısı qorxuludur. Satdı? Hamısı qorxuludur. Hamısı oddur. Hamısı od. Bax elə bil əlin benzinini istəyirsən sigaret yandırasan. Bax hamısı belədir. Hamısı belədir. O kişi o qədər dua elədi, dedi Allah iki şey ver mənə, birini al məndən. Görün buradan tapa biləcəm, onu tapa bilməyəcəm. Allah iki şey ver mənə, birini al məndən. İki şey ver, birini al məndən. O birisindən işim yoxdur. O kişi gəldi dedi ki, birini al nədir? Dedi qadın məhəbbətini al Allah məndən. Allah qadın məhəbbətini al məndən. Baxın da bu mövzuya keçmirəm ha. Dünyada nələr baş verir, nələr eləyirlər, nələr olur. Qadın məhəbbətinin üstündə. Amma bu deyirdi onu al məndən. Niyə? O ki Əli əleyhissalam deyir ha, dünyada əl üzdə olan dünya şeylərinin hamısından qorxun. Bu fürsətdir düşüb sən üçün. Puldur, vardır, dövlətdir, maldır, naməhrəmdir, xəlvət yerdir, ehtiyaclıdır qapıya gəlib. Gecənin bir aləmində yağışın qarın altında gedirsən yoldan görürsən bir dənə məsələn qadın durub yolun üstündə, yolun qırağında. Ürəyindən nələr keçir? Qədimki kişilər Allah başlarını salardılar aşağı, açardılar qapını, bacıdan, nənədən, anadan, xaladan, bibidən deyərdilər. İndikilər görəndə ürəklərindən nə keçir? Bax, odur ha, dünyada əlində olandan qorx budur. Və bunun kimi misallar. Səhər-səhər biri bazara gedəndə 50 manat pul tapıb, qaçıb gəlib girməsin evə ki, mən 30 manat qazanacaqdım elə, 50 manatı başdan tapdım da, bəsimdir da bazarda nə işim var? Gedim elə rahat, oruc adamam, qoyun başımı neyniyim? Yatım. Beşmişoxlarınızı dedi bağlın, dünyada nə var? Hamısı sizin əleyhizədir. Ma indək bəli. Vəngəli bu uşaq vaxtı yazmışam. Bisilahi ma indəkum minəzzad. O nə tuşələr var yığmışsınız. Bisalahi ma indəkum minəzzad. O səlahızı olan, xeyrizi olan nələr var onların hamısından yığın. Fə innə əmaməkum əqəbətun kəud. Keçən dəfə dedim, amandır sizin qabağınızda çox sərt bir dənə döngə var.
Çox sərt bir dənə döngə var qarşınızda. Keçməyi çox çətindir ha. Görürsünüz avarələr çoxu döngələrdə olur. Çox çətin bir dənə döngə var sizin qarşınızda. Və mənazilə məxufə, məhulə, hövlanaç, qorxulu mənzillər var. Labuddə minəl virudi əleyha vəl-vifuqi biha fiha. Gərəksiz o yerlərə, o döngələrə, o qorxulu yerlərə girəsiz və orada dayanasız. Ona görə möhkəm bağlı 15 oxuzu. Mən şaki də olsam, şafi də olsam, sizi o qorxulu yerdə çağırıb, saxlayıb, öz haqqımı sizə sübut eləyəcəm. Hələ ki, sən deyirsən, nə var məsciddə? Məsciddir də, daş divardır. Mən sənə şəfaətçi də olsam, gərək əvvəl saxlayacam səni orada. Sənə sübut eləyəcəm ki, yox, bu boş daş divar deyir. Bu divar, o biri divardan, bu daş, o biri daşdan fərqidir. Onu sənə başa salam, ondan sonra deyəm ki, hə, əgər insafım olsa, neyim? Gəl sənə şəfaət eləyim. İnsafım olsa, gəl sənə şəfaət eləyim. Şikayət də bilirsiniz nə qədər, vüquf da bilirsiniz nə qədər, dayanmaq da bilirsiniz nə qədər. Buradakıların bir 20 nəfəri Məkkədə olub, əlin qaldırsın Məkkədə olanlar. Utanmayın, qaldırın. Var bir 20 nəfər. Bəziləri bir 3-4 dəfə olub. Məkkədə ən demək o yaxşı əməllərdən biri, qazanclı yerlərdən biri Ərəfatdır. Kim istəyir orada bir gündə artıq qalsın? Heç kim. Başdoz molla mən istəməmişəm. Mirzə Məmməd Əli Ucarudi getdi 40 gün ehsan verdi Məkkədə. İmam Zamanı görməkdən ötürü. Ziyarətdən sonra. Gəldi İmam Zaman. Dedi, Mirzə Məmməd Əli, necəsən? Dedi, sağ ol. Nə var, nə yox? Dedi, salamatçılıq. Germidə filancası necə? Dedi, yaxşı. Bu qədər dedi, bu tutmadı. Molla başı da tutmadı. Dolu olur da. Molla başı da elə belə başlıyor. Qınamın, valla. Elə hər küftənin içindəki o turşunun biri təsir qoysa mollanın başında da orada başlıq qalmır ki. Turşunun biri qonşunun həyətindən, biri bazarda çəkidə artıq gəlir, biri faizlə pul verib al verilir, biri nə bilim nə eləyib, biri ağacı nə bilim qonşudan oğurlayıb. Hamısı gəlib axırda olub bir dənə turşu olub küftənin içində. Ən yeməli yeri də odur. Bu dəqiqədə mollaların çoxunun elə özlərinin boynunda bildiyi ən yüksək vəzifə o küftənin içindən turşunu çıxartmaqdır. Onu ehtiyatla çıxardanda deyirlər, sabah oturub danışanda deyirlər, axşam iftar məclisin dedim. Elə səliqə ilə o turşunu oradan çıxartdım ki, heç ruhu da incimədi. Heç ruhu da incimədi. Çəxəriz utandığından deyir, iftarda günorta yeyib. Günorta yeyib and olsun Allahın izzəti cəlalına orucluqda. Prosta da itdən biraz həyalıdır, utanır deməyə ki, günorta, iftarda danışır ki, iftarda belə elədim. O da gəlir, görürsən, molla başında təsir qoyur. Təsir qoyur, ondan da sonra olur dünya belə də. Mollalar belə olandan sonra Allah Quranda nə deyir? Lü'inəl-ləzinə kəfərun min bəni İsrail. Yadında qalsın, orada qalmışdım. Lü'inəl-ləzinə kəfərun min bəni İsrail. Allah lənət oxudu İsrailin kafirlərinə. İsrail müsəlman idi axı. Ben İsrail müsəlman deyirdi molla. Ay mollalar. Ben İsrail müsəlman idi də. Niyə Allah deyir kəfər o? Müsəlman olandan sonra kafir olmuşdular. Niyə? Əmri bi məruf nəhyəz münkəri tərk eləmişdilər. Bəni İsrail Həzrəti Musa'ya iman gətirmişdi. Müsəlman olandan sonra kafir olmuşdular. Ona görə də Allah Teala deyir ki, Lü'inəl-ləzinə kəfəru min bəni İsrail. Allah bəni İsrailin kafirlərinə lənət oxuyur. Özə kimin dili ilə? Bir var lənəti mən oxuyam, minin oxuyam, heç nə eləmir. Elə bil məsələn, mən bir dənə daş götürüb vururam, birinin heç xəbəri olmur. O ənə məsələn bir dənə bağatır gəlir, elə bir dənə daş görsən, kəlləsini qoydu yerə. Daş atandan daş atana fərq var. Allah o zamanın ən müqəddəs, ən məsum, zəmanətli insanlarının dili ilə bəni İsrailə lənət oxutturdu. Əla, lisanı, Davud və İsa ibn Məryəm. Özdə birinin o başdan, birinin bu başdan. Yəni, ortadaşların da hamısı. Lənət oxudular onlara. Niyə? Kanu la yətənahəvnə ən münkərin fəaluh. Olunan münkərlərdən, olunan çirkinliklərdən, olunan günahlardan cəmaatı çəkindirmirdilər. Yeyib gün ortaya nəyi? Küftəni.
Gətir yiyəcək, oruc mənim də mədəm xəstədir. Özdə, bilirsiniz necədir, yalan danışma. Adam danışanda da kimi yalan danışar da, mədəsi xəstə olan 2 bulud aş yeyə bilər. Camışın mədəsi xəstə olsa 2 bulud arpa yeyə bilməz. Deyir, mədəm xəstədir, oruç tuta bilmirəm, 2 bulud aş yeyir kəşxəliz. Nətər xəstədir sənin mədən? Bax, Allah onlara lənət oxuyur. Özdə müqəddəs adamların dili ilə onlara lənət oxuyur. Ha belə, tanımadıq ağanı. Bəli, Mirzə Məmməd Əli Ucari ənvatına salavat zikr eləyək. Allahümmə səlli ələ Muhamməd Ali Muhamməd. Sənin Mirzə Məmməd Əlini salavat zikr eləyək. Allahümmə səlli ələ Muhamməd Ali Muhamməd. Mirzə Məmməd Əli 40 gün ehsan verdi. Özdə turşu axtaran mollalardan döyürdü, ha. Mirzə Məmməd Əli, bunu da danışmışam, qoy danışım da. Bir şey ya Allah'tan kəsərik yaz, ya Hacı Ruslanın payından kəsərik yaz. Gecə də heç kimlə kəsməyəcək, bərəkətlidir. Hə, valla bərəkətlidir. Allah haqqı deməyəni danışmağa həvəsi gəlib. Valla, kaş elə sizlərdən biriniz danışaydınız, mən də qulaq asaydım. Çünki qulaq asana təsir daha çoxdur danışandan. Mirzə Məmməd Əli Ucarıdır, şah bir dəfə görüb vəziyyət xarabdır. Belə rahatsız da hamız qəşəng. Görüb, kondisioner keçən dəfə dedim işləyir, ikisi də çıxan kimi gəldilər, nalladılar alnıma ki, acı kondisioner işləmir. İşləyir ha. İşləyir ha. Allah sizi mənim üzümə qiyamətdə durğuzsa, vay mənim halıma. Getdim cəhənnəmə. Ora çatmamış, dedilər, acı kondisioner işləmirdi, elə şəkili oradaydı. Mirzə Məmməd Şah görür vəziyyət xarabdır, göndərir cəmaatı, polislərin, məmurların, gedin yerlərdə təbliğ eləyin ki, day cəmaatı yola verəcək, day cəmaatı incitməyəcək. Hər yerdən də nüfuzlu molladan, seyiddən götürün, aparın, onlar da zəmanət versinlər. Bunlar da düşüblər, kənd kəsək, o kənd, bu kənd, İrandan, Turandan, Təbəristandan gəldi, Lorustandan, Hindistandan, üzü belə gəzə-gəzə gəliblər. Hər yerdə də hər tip adam var da. Molla var, qaçdı, gizləndi, molla var, özün xəstəliyə vurdu, molla var, çıxdı, ziyarətə getdi, molla var, mollalığın tərk etdi, molla var, nə bilim, elə bir şey, molla var, getdi, 1-200 kilometr qabaqlarına, ayağında, əlində qoyun, quzu, qurban kəsdi ətəyinə, evində getdi, qonaq saxladı, ondan sonra dedi, ey, gör kim gəlib bizə, ey, cürbəcürdə qiyamətdir də zəlzələ, izazuzilətəl ərzu zilzaləhə və əxrəcətəl ərzu əsqaləhə, bu ki, qiyamətdir, dünyada da ərada belə bir şey olur. Elə ki, yer silkələndi, yer xərbirləyib, hər şey çıxardacaq üzə, dünyada da elə bir şeylər olur. Görsən, bir dənə tsunami olur, nələr gətdi çıxartdı ortalığa. Bir dənə vulkan püskürür, nə qədər maddələr. Elə bir balaca hadisə olan kimi, adə bu molla deyirdi, adə bu gecə namazı qılan. Mən görmüşəm, birinci zərgədə namaz qılan mömin, hələ bəzən işqal da eləyir ki, məsələn, yadımda olan işqalların da biri bu olub ki, bilmirəm o odur, cümə günü niyə cümə surəsi oxumursunuz? Gəlin mənə irad eləyirdi. Ədə buradan namazdan çıxsan, o yəni tirin keçəndə, görsən qaqaş sigaretinin tüstüsü şeydən, Koroğlu'nun heykəlinin yanından çıxır şey. Elə piləyir, gedib ora çıxır. Gəlsən, isti 4 dərəcə qalxıb yuxarı. Allah keçən biraz silkələdi. Bir balaca sürüşdü, düşdü. Mədəsi xəstələnənlər, təzyiqi olanlar, ondan sonra böyrək atqaz eləyənlər, nə bilim, qanqrinası qalxanlar, nə. Ondan sonra sərinləşdirdi. Sərinləşdirdi. Amma bu il görürsən sərinləşdirmədi. Əvvəlində bir balaca sərinləşdirdi, hələ istiləşdirir. İndi deyirlər, sabahdan sərinləşəcək. İndi bu günə qədər 40-a dözən, sabahdan sərinləşdirsin, sərinləşdirməsin, ona nə fərq edir? Çə xoşət cavabı əz o, çə tərani, çə ləm tərani. Allahın havası 40 olsun, 30 olsun. Valla mömin olmaq lazımdır.
Və la təhinu və la təhsunu və entumul əvlavun in kuntum mu'minun. Nə qorxmayın, nə qəmgin olmayın. Siz alisiniz, ancaq yeganə şərti budur ki, nə olasınız? Mömin olasınız. İsti də olsa dözəcəksiniz. La şəmsə fiha və la zəmhərira. İnsan dünyanı özünə behişt eləyir. Behiştdə la şəmsə fiha və la zəmhərira. İnsan nə istidən əziyyət çəkmir, nə soyuqdan əziyyət çəkmir. Dünyanı insan əhatəsin, mühitin özünə behiştdir eləyir. Demək ona özü o dərəcəyə çatıb. Heç bir gün kondisionerdən çıxmamışam çölə. Amma oxuduqlarımı danışıram. Ayətullah Behçət Hacı Rüstəm rəhmətliyə dedi, bu ev elə əvvəldən buz kimidir. Hacı Rüstəm derdi, əmmaməmin burasında su yığışmışdı. Bir dərin yerdə, bir çökək yerdə, bir rütubətli yerdə Ayətullah Behçətin evi var idi. Adam onun evi yadına düşəndə tərləyirdi. Evinə gedəndə yox, ay möminlər, evi yadına düşəndə tərləyirdi. Getdim tez sözümü öyrənəm gələm, dedi sən otur, mən bir dəst namaz alım. Ayətullah Behçətində dəst namazı çəkir, mənim 17 rəkat namazım qədər. Getdi dəst namaza, deyirdi, mən can verirdim. Arada Mələkül Mevt gözümə görükürdü. Bu da qolun sala-sala gəldi aşağı. Ağa Rüstəm, bu ev var ha, qədimdən elə buz kimi olar. Bax, mömin budur. La şəmsə fiha və la zəmhərira behiştin sifətidir. Amma bu dünyanı özünə neynəyib? Behişt eləyib. Dünyanı özünə behişt eləyib. Bax, bu cürə insanlardır. Biri getdi, harada qurban kəsdi. Mirzə Məmməd Əli Ucarudi də gəldilər, cerimi də götürdülər. Götürdülər cerimi də, bunu danışım, tamam eləyərəm. Görürəm, narazı. Narahat olsuz Mirzə Məmməd Əli narahat olar. Məni nəzər alma, onu nəzər al. Dedilər, Mirzə Məmməd Əli, şahın belə bir fikri var. Cəmaata zəmanət vermək lazım. Dedi, çək. Gəldi. Çıxdı bir iki nəfər tribunadan danışdı. Şah belə eləyəcək, filan eləyəcək, bəsməkan eləyəcək, nə eləyəcək. Danışır, cəmaat da baxır da. Hələ yığışıb da məcbur yığıblar ora. Məcbur yığıblar ora. İşdən çıxardacam, maaşı kəsəcəm, məktəbdən qovlayacam, balı kəsəcəm, nə bilim, nə eləyəcəm. Sabah durub görəcəm, həyatında nə var, birisi gün görəcəm, nə olacaq. Hamını gətirib yığıblar ora. Bir də onda gördülər ki, bizə inanmırsınız, Mirzə Məmməd Əli gəlsin, danışsın. Ədə, Mirzə Məmməd Əli gəldi, çıxdı tribuniya. Bizdə axı təqvamız bilirsin nədir? Təqvamız torpedadır, torpeda. İstilik görən kimi cumur. Biri ayaqqabısını əl elədi, biri yerdən daş götürdü, biri papağın götürdü. Laf təqvalısı üzün döndərdi getməyə, içindən bir dənə mömini çıxdı. Dedi, ay balam, diyanın, əgər biz bu tanıdığımız Mirzə Məmməd Əlidirsə, burada nə var? Bir hikmət var. Yox, əgər o döysə, dəyişilib, ayaqqabımız əlimizdə, daş da yerdə də. Biri Teymurlayınca qarpız gətirmişdi, yolda Teymurların lətifəsi bundan yox. Dedi, Teymura hara aparsan, dedi, Teymura qarpızı. Niyə? Qarpız dolu, dedi, nubaranlıq aparıram. Nə qədər fılalatsan? Dedi, 50 min. Dedi, qarpızın 50 tonu 50 köpüyə. Dedi, mən qarpızda aparıram, vermək ondan şeydir. Verməzsən nə etsin? Dedi, eşşəyin quyruğunu soxacam onun dədəsinin görünə. Gəldi. Teymura dedilər ki, səni bir nəfər eşşək, Yar Məmməd, üstündə də qarpız. Gəliblər, gözləyirlər. Gəldi içəri. Kişi içəri girəndən sonra dədə var, gördü elə Teymur imiş o. Küçədə rast gəldiyi görmüş Teymur imiş. Ha, dedi, nə iş? Dedi, belə. Neçəyə 50 minə? Dedi, birdən verməsən. Teymur sağ olsun. Qarpız da orada, eşşək də orada, quyruğu da üstündə. Elə dedicim dedi. Dedicim dediydi. Əmri bir mərufda bir dənə söz var. Çox mərhələlidir axı. Ən yüksək zalimin uzuna haqqı deməkdir. Şəhid olmaqdan da artıq daha zalimin uzuna haqqı demək. Əgər bir adam diyə şəhid ola ayrı bir məsələdir. Diyə, o kişi var idi Ərəbistanda, aslı kral onu, ipi də qırıldı düşdü yerə. Axırda kral dedi, qələt eləmişəm. Keçənlər dünyasını dəyişdi ha Seyid. Dedi, qələt eləmişəm. Ged gir məscidin içinə, kimi söyürsən söy, kimə rəhmət oxuyursan oxu. O yerə gəl. Ərəbistan kimi bir yerdə ha, 70 ildir indi Ərəbistanda kimsə çıxıb miting eləmək istəyir. 10 il bundan, 15 il bundan qabaq. Elə şücaətlə dayanıb sözün dedi, ifi də atdılar boğazına, ip qırıldı düşdü. İslamda da qanunda qırıldı ip, daha o cəza ondan götürüldü.
Bu kral da eşşək də olsa bir dədəsi buna süt verib də bir adamdır. Baxdı dedi ki, adaday belə şey olmaz ki. Dedi gir məscidin içərisinə, nə istəyirsən dedi, bununla işiniz olmasın. O da gəldi, düzdü Bəni Üməyyəni beləsinə. Belə tap deyirdi, belə tap deyirdi. Kim də gəlirdi, deyirdi kralınız icazə verib. Kim də gəlirdi, deyirdi kralınız icazə verib. O zalimin üzünə sözü demək ən yuxarılarındandır. Bu da dedi ki, biz tanıdığımız Mirzə Məmməd Əlidirsə, qoy görək nə deyir. O döyürsə, ayaqqabımız yanında da çıxardı, vurarıq başına. Mirzə Məmməd Əli də baxdı, gördü burada 50 min adam. Eşidirsiniz? Ölənlərizə bir dənə salavat zikr edin. Allahümme salli ala Muhammed və ali Muhammed. Gördü burada 50 min adam. 50 min adamı mən hardan tapım moizə eləyəcəm? Vallahi mən bilsəm ki, Yevlaqdan da 50 min adam yığışıb moizə gözləyir, gedərəm elə oruc ağzı o istidə moizə eləyib çıxıb gələrəm də Azərbaycanın ən isti yeri oradır. 50 min adam harada tapmaq olur? Elə deyir. Əsəb yaxşı yerdir də. Ged. Allah kərimdir, bəlkə hələ pulda yığdılar gələndə verdilər. O da nurun ələn nur olar. Dedi, belə adamı hardan tapıb söhbət eləyəcəm? Qəşəy bir dənə ürəyi istəyən moizə elədi. Necə lazım idi, belə boşaltdı ürəyim. Ondan da sonra qayıtdı ki, ay cəmaat, bu qaldı ki, bu sözlərə, mən bir dənə misal deyim, özünüz başa düşün. Biri bir yerə qonaq getmişdi, gətdilər küftə qoydular qabağına, gün orta. Ağzına atan kimi küftə ağzını yandırdı. İtələdi o ana, dedi, yemədim. Axşam gətdilər qonaq, gün ortada yeməmsən. Gəl 2 tikə çörək yecinən. Qonaq elə, acda axı gün ortada yeməyib. Özə qonaq gedən adam çoxu qonaq ilə yeməyə gedir də, yoxsa nə işin var onun evində? Aparanda gördü, nəsə yarpağa bükülüb. Dedi, bir açım görüm nə var içində. Açdı belə yarpağı, gördü, gün ortaki küftədi 2 yerə bölüb qoyublar yarpağın arasına. Dedi, ay Juliç. Günorta gülüt gəlib yandırdın ağzımı, indi bir dəfə də çıxıya bürünüb gəlibsən ağzımı yandırmağa, keçməz, itələdi o ayna. Dedi, cəmaat, inanma on. Bu məlun 2500 ildir, açıq aşkara sizə zülm eləyir. İndi də istəyir bizim əbamızı ata çiyninə bu formada sizə zülm eləyə. İnanma on. Düşdü, çıxdı, getdi. Əmr verdilər yuxarıdan Mirzə Məmməd Əli Ucarudunu tutun. Gəldilər, axır rəy sözü gəldi. Onların hamısını mən saysam, gərək bir 200 adam sayam da, elə deyir. Axır rəy sözü gəldi. Başa, mərkəzə xəbər verdilər ki, 24 dənə Mirzə Məmməd Əli oturub evin içində Quran oxuyur. Hansını tutaq? 24 dənə Mirzə Məmməd Əli oturub Quran oxuyur. Hansını tutaq? Dedilər, səsini çıxartma onu. And içirdi o cəmat, gecə ilə o sistemin hamısını dəyişdilər, atdılar o yana ki, bu xəbər çıxmasın, amma görürsünüz, xəbəri biz də danışırıq burada. Allah özü yayır. Bax, Mirzə Məmməd Əli həmin Mirzə Məmməd Əli idi. İmam Zamana yetimlərə ehsan verdi, İmam Zamanı görmək. İmam Zaman gəldi, tutmadı bu dəfə. Tutmadı bu dəfə. Onda gördü ki, ağa gedib döydü başına. 40 gün idi, riyazət eləyirdi. 40 gün idi riyazət eləyirdi, yetim yesirin o Məkkənin o milyonçunun dilənçi balası olar ha. O cürə xəzinənin üstündə olan yetim yesir, az yetim yesirlərə 40 gün idi ehsan verirdi, ağanı görsün, ağanı tanımadı, ağa getdi. Döydü başına, başladı ağlamağa. Riyazət kəsb edib bir gün yarım mehmanı oldum mən. Gəzərkən kuyu yarımda əcəb dürdanələr gördüm. Da orada nələr gördüm Mirzə Məmməd Əli deyə bilmərəm. Allah rəhmət eləsin Seyyid Əbülqasımın əbatını. Quşey vəhdətinə əcəb caymış. Sirri nihan orada hüveydaymış. Mən belə bildim bala bir çeşmədir. Sən demə ki yef-yekə dəryaymış. Ulduza bənzətdim onun cilvəsin, bilməmişəm bədri tamam aymış. Bəzmi visalat üzülənməzdilər, sən demə ki hamısı mənə taymış. Aşıq divanələrin məskəni, rütbiyə bax, ərş-i müəllaymış. Və orada nələr görüb Allah bilir. Amma bir dəfə də təkrar eləyib. La təqnətu min ravhillah bu da. Allahın rəhmətindən məyus olmun. Elə getdim bir dəfə görmədim. Bir dəfə getdim sübh namazına qapısı bağlı idi. Day mən getməyəcəm. Gedirsən qapısı bağlı da qapın bağlansın. 24 saat qapın bağlı olur. Heç Allahın mələkləri çəkilib getmir. Bir dəfə Allahın qapısı bağlı olub da Seyyid Orxan yatıb qalıb. Nə olar? Elədir?
Da sabah niyə gəlmirsən? Elə deyir, təzədən gəldi. Təzədən gəldi, gördü ağanı. Görüşdü, danışdı. Məsələsini həll elədi, çıxdı, gəldi. Burasındaydı. O ki, əvvəldə deyirdi ki, gəldi, Mirzə Məmməd Əli Ucarudu danışanda deyərmiş, ay cəmaat, molloz mənəm, imam zamana su vermədim. Görün, siz rəgündəsiz. Dalın deməzmiş, o birisi ikinci hissəsini deməzmiş. Ona görə biraz məsələlərimiz çətindir. Çətindir, məsələn, adam axşama qədər yata kondisionerdə, sonra da gələ gecə bu gün yandıran müminlərə tezdəndən axşama qədər günün altında bitki halal çörəyi qazanıb, haqqını əda eləyib, xumsun, zəkatın, ondan sonra nəfəqəsin, vacibin, hətta 2 xurma olanda birin qonşuya verib keçən müminlərə muizə eləmək çətindir. Amma yenə lazımdır. Yenə dinimiz bunu deyir. Yenə dinimiz bunu deyir. Tanıyın və aqibət və xeyr olmağınızı üstün. Əli əleyhissalam da deyir, yol çətindir, gərdənə, döncə, qayalıq çox sərtdir. Dünyada sizin ziyanınıza olan hər şey nə varsa bıraxın əlinizdən. Atın əlinizdən qoyçusun geçsin. Atın əlinizdən qoyçusun geçsin. Onu ki gördün əli yendir, at yeri, çay aparırsan. Elə istəkanda nəlbəki çay aparırsan. Yandırdı əli neyini etsən? Atatsan yerə də 20 qəpiyə doludur. Yarım istəkanda su. Elə deyir, əli yandırmayacaq. İndi biri o qədər bədbəxt olacaq, əlini yandıracaq, onu mən deyəmmərəm. Onu dünən Əli əleyhissalam dedi ki, dedi, baba, dünən dedi Əli əleyhissalam, qəbihun bizil əqli ən yəkunə bəhimətən və qəd əmkənəhə ən yəkunə insanən. Qəbihdir ağıl sahibi heyvan olsun. Halbuki Allah onu imkan vermişdi insan olmağa. Adam da 20 qəpiyə görə əlini yandırmaz ki. Əli əleyhissalam deyir ki, yandırma bu 20 qəpiyə görə əli. İmam Hüseyin əleyhissalam, Əli əleyhissalam deyir, Əla hurrun yədə'u hazihüllü mazəə min fəmih. Və cəmaata müraciət edir Əli əleyhissalam. Deyir, aya bir kişi var, bu dişin dibində qalan o yeməyin heç kim hazır deyir, ay yeməyə. Da diş çöpü də çıxardıblar, çıxardıb tullayırsan o ana. Və dünyanı Əli əleyhissalam ona bənzədir. O dişin dibində qalıb, iyilənmiş yeməyə bənzəyir. Deyir, dünya budur. Aya bir hür, bir azad, bir kişi varmı ki, o dişinin dibində qalıb, iyilənmiş dünyanı tüpürsün, atsın o ana? Yandırır əli, at o ana geçsin. Gərək, atasan o tərəfə və illa neyniyəsən? Çox pis günə qalatsan. O qala ki danışdığı onunla biraz qaldı. O qala. Qalanı bilirsən nə deyir? Qalanı ki dedim girəsən, mən vəsiqə billah ərahus sururə. Bunu oxumuşduq bir dəfə. Kim Allaha etimad eləsə, Allah onu sevindirəcək. Orucu tutursan ha qardaş, orucu tutursan. Orucu tutursan, qutarıram. Orucu tutursan, günah məndə deyir, əvvəldə saata baxmamışdım. Orucu tutursan, o ki dərk eləyirsən onu, ərahus surura. Allah onu, Allah şahiddir, mən bir dənə söz deyim sizə. Mən bu kitab ki, bu hədis ki, o kitabdan yazmışam, o kitab burada məsciddə idi. Mən bu hədisi kətdə məclisdə oxumaq istəyirdim. Evdə həmin kitabı tapa bilmədim. Zəng elədim bir qardaşdan, o kitabı ki onda olsa bu hədisi o desin mənə tez yazım. Hə? Ondan da xəbər çıxmadı. Yorulub sizə bilirəm. Ondan da xəbər çıxmadı. 15 il bundan qabaq elədiyim mənbər möcüzə danışmıram. Elə bilərsiniz möcüzədir, sonra çıxardarsınız o möcüzə verilişinə. 15 il bundan qabaq danışdığım söhbətləri yığmışam bir dənə papqanın arasına, bağlamışam. Ki day bunu tapa bilmədim, and ola Allaha. Bir dənə hədis tapım, o hədisi o məclisdə oxuyaram. Elə əlimə atdım, bu həmin gəzdiyim hədis çıxdı. Vallahi möcüzə yaddır, Sappadeniyadır, nə bilim nədirsə, axır ki, sizin bəxt düzləndi, özdə orada oxumalıydım. Hədis burada oxudum ki, mən vəsiqə billah ərahus sururə. Kim Allaha möhkəm bağlansa var ha, dinin yaxşı tanısa var ha, dinindən möhkəm yapışsa var ha, məscidindən, Qur'anından, alimindən möhkəm yapışsa var ha, o oruç tutanda, o orucun istiligi ona deyəcən, o Allaha ilahi rizən bir qəzaik. İmam Hüseynə nə deyirdi? Ox. Bu 36 dərəcə isti çətindir, yoxsa ox.
Həzrəti Əyyubu qurd basmışdı. Götürürdü, atırdı yerə. Derlər, Əyyub, qurdlardan qorxursan, üstünü təmizləyirsən, istəmirsən Allahın bəlası sənin üstündə icra olunsun, derdi, vay olsun sizə. Bu qurdlar doyub yatıb. Atıram ki, qoy az qurdlar gəlsin, biraz əziyyət eləsin mənə. Az qurdlar gəlsin, əziyyət eləsin mənə. Hüseyin, oxları niyə çıxardıb atırsan bədənindən? Bədənimdə yeri yoxdur ki, qoy təzə ox gəlsin, girsin. Ox girməyə yeri yox idi İmam Hüseynin bədənində. Ox idi, bütün bütün ox idi. Çəkib, İmam Hüseyin, xanım Zeynəb gələndə gördü, belə bir şey, ancaq ox görükür, ancaq nizə görükür. Oxu, nizəni, daşı, o ənəbiyyən eləyəndən sonra İmam Hüseyin əleyhissalamı gördü orada. Yəni, dünən gün ortadan düşmüsən yüzün üstə. Hələ düzəlməmsən cayı səcdəgahından. Yəqin nənəm Zəhra, keçən gecə nənəm Zəhra gəlmişdi yanıva. Nənəmin ətri gəlir qanlı qətligahından. Hətta onu da deyir orada. Bax, odur mən vəsiqə billah ərahu sururə. Kim Allaha möhkəm yapışsa, Allah ona sevinci göstərər. İmam Hüseyin orada sevinc yaşayırdı. Xanım Zeynəb deyirdi ki, Vəllahi marə əyna illa cəmil, kullu marə əyna cəmil. And olsun Allaha, gözəllikdən başqa heç nə görmədi orada. Gözəllikdən başqa heç nə görmədi orada. Hər şey gözəldir. Bu oxların, nizələrin arasında bu idi. Ey kağıt bülbüllərimin yansa da taşanəsi yansın. Yatsınlar tikanlıqda Gülüstan əvəzində. İmam Hüseyin əleyhissalam deyir də, ey kaş 114 ola oğlum mənim Allah, bir verəmər Sure-i Furqan əvəzində. Bülbüllərimin yansa da taşanəsi yansın, yatsınlar tikanlıqda Gülüstan əvəzində. Qoy balalarım, qızlarım o tikanlıqda yatsınlar Gülüstan əvəzində. Amma dinim qalsın. Niyə? Çünki dini tanıyırdı nədir? Dini tanıyırdı nədir? Bax, kim vəsiqə billah ərahu sururə. Allah'a etimad eləyəni Allah sevindirir. İmam Hüseyin əleyhissalam orada sevinirdi. Yaqub gəlib onu axtaranda ki, görəsən bu dostu, düşməndi İmam Hüseyin təbəssüm eləyirdi. Gördü mehmanini avara rəisi səqələni, eşitmişsiniz də onu. Cəddi Peyğəmbər öpən gözlərini açdı Hüseyin. Dedi, Yaqub, başımı kəsməyəsən, gəlmirsən başımı kəsməyəsən. Gəl ayır başı bədəndən, fikr eləmə mani olan feil və mən. Amma bir dənə şərtim var. Başımı kəsdin, tez get. Durma burada. Müntəzirim var, edir əs-saə dua, İbn-i Səədə başımı vermə, apar ver anıva. Gülə-gülə deyirdi bunu Yaquba. Yaqubun üzünə ağlamırdı İmam Hüseyin əleyhissalam. Bizim bir üzrümüz, matəmimiz düşəndə, qonaq gələndə o əndən, əlvəzdir ki, qonaq gəlir bizə başsağlığı verir, bizi sakit eləyə, biz buradan bir şüvən vururuq, qonağın ürəyə gedir, orada yolda, yarı yolda qalır. Vallahi gülmək üçün demirəm. Amma İmam Hüseyin əleyhissalamın qəribə bir qonağı var idi, gözündən qana xaxa, dodaqları parça-parça, başı parça-parça, bütün bədəni doğram, gülümsəyələr baxırdı. Gördü mehmanını avara rəisi səqəli. Cəhdi Peyğəmbər əpən gözlərini açdı Hüseyin. Tanıyandan sonra başladı. Yaqub, köməyim, qardaşım, oğlum, hamısı qanə batıb. Bir rədifə düzülüb ximə qabağında yatıb. Dilsiz oğlum da bu çöldə beşiyin gözdən atıb. Yaqub, bir qızım vardı vətəndə saralan gülşənimə gül sayağı. Susuzundan qurumuşdu o qızın dil dodağı. Yalvarı idi babacan, eylə məni su qonağı. Mən düşən yola, mən düşən vəqtə yola su camin əlindən atdı, boynunu çiyninə qoydu, məni çox ağlatdı. Sonra dərdini danışdı, əvvəl gülür deyib üzərinə. Əli əleyhissalam işi qoydular, bir palazın arasına gətirdilər bu gecə evə, keçən gecə. Dedi, balalarım, sakit olun. Dedi, balalarım, sakit olun. Hamı öləcək. Hamının bir zamanı var. Özdə bilirsiniz kim ölmüşdü, kimin başına qılınc dəymişdi? Vəllahi ində həməd ərkanul hida. Cənab-ı Cəbrəil göydə qışqırdı ki, and olsun Allaha hidayətin rükrüləri sındı. 2 dəqiqəyə tamam eləyirəm sözümü. And olsun Allaha hidayətin rükrüləri sındı. Qutiləl əmirul müminin. Möminlərin padişahı öldü. Kişilərin başçısı öldü. Maviyə məlun dedi ki, ay dünyanın tülküləri rahat nəfəs alın ki, müharibə meydanının şirləri getdi day.
Day rahat gəzib quyruğunuzu bullaya bilərsiniz. Gətirdilər evə, palazın arasında. Allah Hacı İlqarın işinə fərəc versin. Qəşəng bir oazı oxuyardı ki, yandı can riştəsi can sərvərə axır gecədir. 100 qəzavət eləyən davərə axır gecədir. Əli əleyhissalam barəsində. Gördülər çöldə Haki düşüb. Dedi, kimdir qəlbimi gətirib dərdə, dedilər. Oğlun Əbbas açıb mənzərə axır gecədir. Əbəlfəzə xəbər vermişlər, gəlib çöldə qiyamət eləyirdi. Qırğın salmışdı. Kim atamı zərbət deyib, nə olub? Dedi, sakit eləyin, gətirin. Sakit eləyin, gətirin. Gətdi, Əbəlfəz kimi, ağanın, Əbəlfəz kimi oğlun gözünün qabağında dədəsinin başını qılınclayıb, paralayıb, ora yıxmaq olar. Onu ancaq Əli əleyhissalam dedi, oğul dayan. Oğul qüdrətin lazımdır, oğul qolların lazımdır. Onlar mənə lazım deyir, onlar İslama lazımdır. Əliyə baxın. İslamın bundan da çətin günü olacaq. İslamın bundan da ağır günü olacaq. Aldı o əlləri qoydu İmam Hüseyin əleyhissalamın əlinə. Amma Tahadan əmanətdir Hüseyin. Oğul Əbbas, Tahadan əmanət. Taha yəni Peyğəmbərdən. Hə, o axır gecədəki gördün, onda bax bu qolları orada işə salarsan. Onda bu qollardan istifadə edərsən. Baxın, Əli əleyhissalam. Əli əleyhissalam şəhid olanda Cənab Cəbrəil qışqırdı ki, hidayətin ərkanısındır. Əmirül Möminin şəhid oldu. Dünyanın kişiləri belə oldu. Allahın göyü qara bəzəndi. Nə oldu? Amma İmam Həsən var idi orada, İmam Hüseyin var idi orada, Əbəlfəz əleyhissalam var idi, Cəfər Məhəmməd Hənəfiyyə var idi, Əbdullah var idi. Bütün Bəni Haşim orada idi, Zeynəb var idi, Ümmə Qulsum var idi bunlar hamısı oradaydılar. Amma kəyovmə ya Əba Əbdəllah, heç bir gün sənin günüyə bənzəməz ya Əba Əbdəllah. Heç gün İmam Hüseyin əleyhissalamın gününə bənzəmir. Heç kim. Onu mən daha təsəvvür eləyəmirəm. Onun mən qabiliyyətim yoxdur. Nə rozasını oxumağa, nə danışmağa. Amma onu bilirəm ki, Əbəlfəz doğranmışdı, Əli Əkbər doğranmışdı, Əli Əsqər oxlanmışdı. Hamısı, heç kim qalmamışdı ki. 6 aylıq uşağı İmam Hüseyin əleyhissalam aldı apara göstərə ki, bəlkə buna rəhm eləyərlər. Qayıtdı boğazı üstündə, dəridə sallanmış halda gətirdi. Hara gətirdi? Gəldi xeymənin qabağından keçəndə çağırdı, bacı Zeynəb, keçdi xeymənin dalına. Qardaş nə işdi, dedi, bacı bunu mən nətər, bu xəcalətinə mən bunu nətər aparım verim anasını. Mən bunu anasından belə almamışdım, bax. Körpə uşağı, 6 aylıq uşağı bu cürə alıb, bu cürə qaytararlar. Gəl bunu burada dəfn eləyək. İmam Hüseynin günü kimi heç gün olmadı ki. O da o cür olmuşdu. Əbəlfəz kimi bir qardaş. Əl-anin kəsərə zəhri. İndi belim sındı İmam Hüseyin əleyhissalam dedi. İndi belim sındı. Doğrudan Əbəlfəz kimi qardaş bel sındırandı. İndi belim sındı dedi. Gəlir özdə Əbəlfəz də nə Əbəlfəz. Götürür başını qoyur yerə, Niyə? Qardaşım, məndən biz olsaydı, məndən küsürsən deyir, yox. Mənim ləyaqətim yoxdur sənin başının üstündə mən başımı qoyam. Nökər hara, qardaş hara, nökər hara, ağa hara, Fatimə balası hara, Adi xanımın balası hara. Mənim ləyaqətim yoxdur orada, qardaş. Xeyməyə də aparmacınam məni. Yəqin gələndə susuzların halini görmüşdün. Mənim Rüqəyyə balama su qolu vermişdin. Cənazın üstünə tək gəlmişəm. Qana boyanam, utanma, gözlərini aç, gəlməyib Rüqəyyə balam. Narahat olma, Rüqəyyəni gətirməmişim. Bu İmam Hüseyin əleyhissalamın günü idi. Bu imam çətin idi, çox çətin idi. Odur ki, İmam Zaman ağa deyir ki, salam olsun o qanlı dodaqlara, salam olsun o kəsik başlara, salam olsun o yanan xiymələrə, salam olsun o xiymələr yananda o küçələrə tökülən qızlara. Salam olsun xanım Zeynəbin bu bugünkü o hərəminə, o yaralı hərəminə. İmam Zamanın qəlbi büyün yaralıdır. Əmməsinin hərəmində, Kərbəlada Bəni Ümeyyə az zülm eləmişdi, görürsünüz, büyündə vurub hərəmin dağıdıblar. Salam olsun o hərəmə. Allah Muhammed Ali Muhammed xatirinə bizi bu məclisdə feyz aparanlardan qərar ver.
Allah Muhammed Ali Muhammed xatirinə bizi əimmi əthardan ayrı salma. Allah bizi dünya və axirət Peyğəmbər və Əhl-i Beytindən ayrı salma cünə. Dünya və axirətdə şəfaətindən, dünyada ziyarətindən, axirətdə şəfaətindən bir nəsib eləmə cünə. Muhammed Ali Muhammed xatirinə Allah tamam günahlarımıza qələmi əfv çəkinə. Allah bağışlamamış bizi dünyadan aparma cünə. Allah bizi Qur'andan, İslamdan, dindən, Əlidən, Peyğəmbərdən uzaq salma cünə. Allah bizi xanım Zəhradan, xanım Zeynəbdən uzaq salma cünə. Allah zərrə qədər nəfsimizin umuduna qoyma cünə. Allah şeytanın şərri və vəsvəsəsini bizdən uzaq elə cünə. Muhammed Ali Muhammed xatirinə Allah düşmənləri məhv nabud elə cünə. Allah bu cəm ki burada əyləşiblər, Pərverdigara xüsusi dua eləyən istəyənlər var. Allah dillə də istəyə bilməyənlər var. Allah elə adam var, heç utanır, yaxınlaşıb deyə bilmir. Səni an verir Allah əbəlfəzin o xəcalətli vaxtına Pərverdigara. Buradakıların hamısının müşkillərini həll eləcilən. Allah onları arzularına çatdırcılən. Allah düşmənlərin məhv nabud eləcilən. Allah Bəni Üməyyə, Bəni Abbas davamçıları məhv nabud eləcilən. Allah çətinlikdə olan qardaşlara tezliklə nicat vercinən. Allah onlara olduqları yerdə səbr əta eləcinən. Allah onları izzətli, vüqarlı, şəhamətli eləcinən. Pərverdigara Muhammedə and verir ki, onların düşmənlərini onların gözünün qabağında sındırcinən. Allah Muhammedə and verir, tamam İslamın düşmənlərin məhv nabud eləcinən. İslam'a kömək olanlara kömək olcinən. Allah İslam başçıların yerin göyün bəlasından hifz eləcinən. Allah tamam xəstələrə şəfaya acil inayət eləcinən. İltimas dua eləyənlərin dualarını qəbul eləcinən. Allah İslamın düşmənləri hansı məqamdadılar tezliklə məhv nabud eləcinən. Allah onların məhv nabud olmaqlığı ilə bizim bu orucluqda bizə bir bayramlıq əta eləcinən. Allah Muhammed Ali Muhammedə an verir, bu möminləri sevindircinən. Allah xanım Zəhranın sınan qaburğasına and verir, bu möminləri sevindircinən. Allah sən deyirlər, sənlə xanım Zəhra Zeynəbin yanında arasında böyük ehtiram var, böyük məhəbbət var. Onu mənə bir alim danışdı. Dedi, heç kim təsəvvür eləyənməz. Xanım Zeynəbin Allah yanında nə qədər hörməti var. Allah, mən bilmirəm nə qədər hörməti var. Amma nə qədər hörməti varsa, səni and verirəm xanım Zeynəbin sənin yanında olan qurb-ı mənzələtinə. Bu möminləri tezliklə sevindircinən Allah. Allah ağamız İmam Zamanın bu gecədə elədiyi duaları bizim barəmizdə qəbul eləcinən. Muhammed Ali Muhammed xatirinə bizi, dinimizi tanıyanlardan qərar vercinən. Allah aqibətimizi xətm və xeyr əgilən. Allah Muhammed Ali Muhammed xatirinə ölən günündə can verən halımızı asan eləcinən. Allah Pərverdigara əimməni, sevdiklərimizi başımızın üstündə hazır nazir eləcinən. Bərzəxdə, qəbr evində, qiyamətdə, nüşurda, hesabda Pərverdigara özün işimizi asan eləcinən. Allah o qardaşlar ki, o möminlər ki, möminələr ki, həmişə belə məclislərdə olardı, əlləri üzülüb bu məclisdən, torpaq əsiridirlər. Muhammed Ali Muhammed xatirinə Allah onları burada iştirak eləyənlərdən hesab eləcinən. Allah Muhammed Ali Muhammed xatirinə bizi rəhmətindən, bərəkətindən, feyzindən bir nəsib eləməcinən. Allah bizi ağamız İmam Zamanın qəlb-i nazaninin sevindirənlərdən qərar vercinən. Onun bu gecədə elədiyi dualarını hamısını bizim barəmizdə qəbul eləcinən. Allah yolunda şəhadət qismət eləcinən. Pərverdigara İmam Zamanın rikabında şəhadət qismət eləcinən. Allah ağanın gəlişi ilə bizi sevindircinən. Allah ağanın gəlişində təcil eləcinən. Allah ağanın gəlişindən olan maneələri tezliklə götürcinən. Bin nəbiyyin və aleyh və bil